But we do prefer respect to bullies. Gözündəki narahatlığa görə gün eynəyi taxan Emmanuel Macron 2026 Dünya İqtisadi Forumunda səhnəyə çıxıb. Macron çıxışı zamanı ABŞ prezidenti Donald Trump'ın irəli sürdüyü təkliflərə münasibət bildirib. Biz bu qitənin mərkəzində bir prinsipə inanırıq. Dünyada daha çox iqtisadi artıma və daha böyük sabitliyə ehtiyac var. Lakin biz zorakılığa yox, hörmətə üstünlük veririk. Biz intriqaya deyil, elmə önəm veririk və vəhşiliyə yox, hüququn aliliyinə üstünlük veririk. ABŞ prezidenti Donald Trump'ın Emmanuel Macron'a özəl olaraq göndərdiyi mesajları ifşa etməsindən və %200 gömrük rüsumu tətbiq edəcəyi ilə hədələməsindən sonra diqqətlər Fransa prezidentinə yönəlib. Trump'ın yaratmaq istədiyi Qəzza Sülh Şurasına qatılmaqdan imtina edən Fransa lideri bildirib ki, Vaşinqton dünyanı hüquqsuzluğa doğru sürükləyir. Beynəlxalq hüququn heçə sayıldığı, qanunsuz bir dünyaya doğru gedirik. Mövcud vəziyyətə baxdıqda açıq şəkildə son dərəcə narahat edici bir dövrdən keçdiyimizi görürük. Çünki qarşı-qarşıya qaldığımız problemləri və ortaq çağırışları həll edə biləcəyimiz mexanizmlər dağıdılır. Kollektiv idarəçilik olmadan əməkdaşlıq yerini amansız rəqabətə verir. Macron bununla kifayətlənməyərək yalnız bəyanatlarla məhdudlaşmadı, eyni zamanda Avropanın əlində olan iqtisadi silahları da xatırlatdı. Avropanın bugün çox güclü silahları var və bizə hörmət göstərilmədiyi, eyni zamanda oyun qaydalarına əməl olunmadığı hallardakı hazırda məhz belə bir vəziyyət mövcuddur. Bu silahlardan istifadə etməliyik. Zorlamaya qarşı mexanizm güclü bir vasitədir və müasir dövrün çətin şəraitində onu işə salmaqdan çəkinməməliyik.